Acizanə dərəcədə sizdən xahiş edirəm. Sizə toyla, düyündə, nişanda... Əməkdar artist Vasif Məhərrəmli həmkarlarına səslənib. Bugün TV xəbər verir ki, sənətçi rəngarəng verilişində toylarda aldığı şabaşı sosial şəbəkədə paylaşan ifaçıları tənqid edib. O bildirib ki, insanlar sənətçilərin bu hərəkətinə gülürlər. Acizanə dərəcədə sizdən xahiş edirəm. Toyda, nişanda, əlinizə pul verəndə paylaşmayın. Bizə milyonlar baxır. Siz kimlərinsə hissləri ilə oynayırsınız. Baxmayaraq orada böyük məbləğ yoxdur, amma o pula ehtiyacı olanlar var. Eyni zamanda o pul kimlər üçünsə bir milçək vızıltısıdır. Onları da özünüzə güldürürsünüz. Vasif Məhərrəmli bildirib ki, həmkarı Manaf Ağayevində yayımladığı eyni tərzdə olan videonu sildirib. Hüsniyə Salmanova, Bugün TV. Acizanə dərəcədə sizdən xahiş edirəm. Sizə toyla, düyündə, nişanda, əlinizə pul verəndə o pullarla olan videoları paylaşmayın. Sağ olasın. Çox xahiş edirəm. Çünki bilirsinizmi necədir? Bizə milyonlar baxır. O sosial şəbəkəyə də milyonlar baxır. Siz kimlərinsə hissləri ilə oynayırsınız. O pula, baxmayaraq ki, orada böyük bir məbləğ yoxdur. O pula ehtiyacı olan insanlar var. Siz onların hissləri ilə oynuyorsunuz. Və o pul kimlərinsə gözündə bir milçək vızıltısıdır. Onları da güldürürsünüz özünüzə.